İndi isə keçək hərflərin kombinasiyalarına. 26 dənə hərfin özünün bir çoxları, yəni kombinasiyaları var ki, bunları bilmədikdə biz ingilis dilində kimin hansı sözü necə dediyini başa düşə bilməyəcəyik və yaxud da ki, oxuduğumuz zaman ingilis dilindəki bizə çətinlik gələcək ki, bu niyə belədir? Düzdür, bir çox insanlar uşaqlıqdan bunları mənimsədiyi üçün, elə özümüz olduğumuz kimi, bu bizə asan gəlir, amma əslində qalsa asandır, amma biz bunu vaxtı ikən belə öyrənməmişdik. Bunu kombinasiya olaraq kimsə başa salmırdı ki, sir bundan ibarətdir. Deməli, ingilis dilində 5 ədəd A, E, I, O, O, U. 5 dənə saitimiz var. Y qismən sait, qismən samit rolunda çıxış edir. Amma bunlar dəqiq olaraq elə bizdəki A, I, E, Ə, I, Ö, Ü. Sadəcə burada bəzi Ə yoxdur, nə bilim, I yoxdur, I yoxdur, Ü yoxdur, Ö yoxdur. Amma belə də hər bir dildə yenə də eyni çıxır. Keçək indi bunların kombinasiyalarına. Kombinasiyalar nədən ibarətdir? Sait üzərindən birinci başlayırıq ki, hissə isə 5 və növbəti etapa keçdikdə isə 26 dənə, 26-dan qalan 21 dənə o yerə daxil, 20-21 ədəd belə deyək ki, hərflərin kombinasiyasından danışacağıq. Deməli, birincisi A səsini verəm. A hərfi olan Ə, E. Əgər K, Ə, T. Yəni, A-nın 2 dənə səsi var. Əlifbadakı səsdən əlavə 2 dənə səs daşıyırlar ümumiyyətlə. Ə səsi və E səsi. Cat, cat. Pişik. Name. Burada isə A. E səsi ilə gəldi. Name. Burada isə gələn sizə cat gəldi. İ səsini verən E. Burada bed kim gəlir? İkincisində isə he, o. Bed, çarpayı, yataq. Bed, E kim gəldi? B, E, bed. Normaldır. Amma H, E yazıldı. He, o, kişi. Kimi? İ, özü uzun səslənən İ oldu. Sonra üçüncüsü sit. Otur, əmr. To sit, oturmaq. Sit, oturdu. Burada i kim gəldi? S, i, t. Heç bir şey bizim öz dilimizdə olduğu kimi sit getdi. Burada isə time, vaxt. A. T, i, m, e. Amma bunun əsli nə idi? I. Biz əlifbanı öyrənəndə i kimi yox. İ'nin səsini verən bu idi. Amma burada sit kimi getdi. Amma burada isə öz keçmişinə qayıdaraq time. O, dördüncüsü o. Hot. Burada o, a arasına hot. It's too much hot. Hot da deyən də var, hot da deyən də var. Amma əslində qalsa hot. İndi ingilis iki ləhcə arasında görəcəksiniz fərqləri. Hot. Normalda h, o, t. Belə, yazılış forması hotdur. Ev. Home. Home demirsən. Welcome home. Bax, bunun əsli o-dur. O. Burada isə, home isə bu ortaya çıxır. Home demirsən. Home. Yox. Home. Welcome home. O, biraz ağızda əliyir. You, u səsini ver. Cup, burada A kim gəldi? Əslində qalsın, heç bir əlaqəsi yoxdur. Burada isə you, use. Məsəl üçün, use, I am using. Mən, you. Ü ilə u-nun arasında da nə u deyil, use demirsən və use demirsən. Useful, you. Hətta belə də götürmək olar ki, sən you sözünü yazdırırsan. Belə deyim mən buna. Amma ingilisdə yazışmada, normalda danışıqda da normal olaraq yəni istifadə olunur bu qısaldılmış formada. You are deyəndə you are, sən. Bunu bu formadan keçirilir u-ya. Bir tək səsə
odaqlanırlar. Yəni fokuslanırlar belə deyək. Deməli, cat, name, bed, high, seat, time, pot, home, cup, use. Oldu 5 dənə də, hərəsindən də 2 dənə misal. İndi gələn dərsimizdə isə samitlər, bu indi saitlər idi. Qalan isə samitlərlə bağlı olacaq.